Salam dəyərli izləyicilər, inanmayacaqsınız, bu xəmir cəmi 3 ərzaqla hazırlanır. Əgər evdə az ərzaqınız varsa, bu resept sizi xilas edəcək. Bu qədər asan və dadlı xəmir hazırladığımı mən də gözləmirdim. Hamı bu resepti məndən istəyir, indi sizinlə bölüşürəm. Hazırlamaq üçün bizə nələr lazımdır? Deməli, əvvəlcə bir qaba 100 qram kərə yağı, yarım çay qaşığı qədər duz əlavə edib qarışdırıram. Yağı biraz yumşaldıram burada. Daha sonra üzərinə 500 qram un əlavə edirəm. Belə deyək, unla yağı biraz omaz kimi bir-birinə qarışdırıram. Çox belə də qarışdırmağa heç ehtiyac yoxdur. Bir damcı bir-birinə qarışsa kifayət eləyir. Tam un yağla qarışandan sonra suyunu əlavə edirəm. Burada 1 stəkan su istifadə edirəm. Suyumuz çox soyuqdur. Qeyd edeyim ki, suyu da əlavə eləyəndən sonra xəmiri yoğururam. Xəmirimiz yumşaq xəmir deyil, çox da belə möhkəm, sərt xəmir deyil. Orta yumşaqlıqda xəmirdir. Hətta bir damcı orta yumşaqlıqdan biraz sərt deyərdim xəmir alınır. Xəmiri yoğurduqdan sonra tam qarışdırdıq, bir-birinə qarışandan sonra xəmir süfrənin üzərinə yerləşdirib xəmiri gördüyünüz formada xəmiri əzirəm. Baxın bu formada. Bu mütləqdir əziz xanımlar. Mən xəmiri bu formada əzib qatlayıram. Əzə-əzə elə bil çəkirəm, qatlayıram. Bunda bizim xəmirimiz belə olanda elastik olur, daha rahat yayılır, gözəl xəmir alınır, çox gözəl hamar xəmir alınır. Xəmiri hazırladıqdan sonra hardasa 3-5 dəqiqəlik qoyuram biraz dincəlsin. Mayası yoxdur tərkibində, ona görə uzun müddətli gözləmirəm. Xəmir bir damcı dincələndən sonra 2 hissəyə bölürəm. Yenə həmən xəmiri kündəliyib 2 gündə hazırlayıram və yenə də 2-3 dəqiqə gözləyəndən sonra içərisinin yağını yerləşdirirəm. Deməli, bizim burada yağımız toplam 250 qramdır. 2 hissəyə bölmüşəm, yəni hər bir kündəyə 125 qram yağdan istifadə eləmişəm. Yağı gördüyünüz formada una bulaşdırıb, sonra kündənin içərisinə yerləşdirirəm bu formada. Yenidən ikinci kündəni yayanda sizə başa salım ki, deməli, kündənin kənar hissələrini nazik, orta hissəsini isə qalın saxlayıram. Ona görə qalın saxlayıram ki, kənarları baxın bu formada birləşdirəndə xəmiri birləşən hissə qalın düşür. Ona görə alt hissəni də qalın saxlamışam ki, eyni bərabərlikdə olsun, alt hissəsi də, üst hissəsi də. Kündələdikdən sonra yenə üzərini örtüb çox az gözləyirəm, yəni uzun müddətli gözləmirəm xəmiri. Bir damcı gözlədikdən sonra gördüyünüz formada xəmiri yayıram. Burada elə yayıram ki, yəni yumru yuxa kimi yaymıram. Diqqət eləyirəm, yayanda xəmirə uzunsov forma verim, yəni eni də eyni olsun, həm alt aşağı hissə, həm yuxarı hissə eyni enlilikdə olsun, en olaraq və gördüyünüz kimi rulon formasında xəmiri fırladıram. Xəmiri fırladıqdan sonra bir salafana büküb soyuducuya göndərirəm. İkinci gündəni də eyni qaydada yayıram. Burada yayanda oxlovu çox möhkəm basmıram xəmirin üstünə ki, yəni oxlovu gətirib xəmirin ucuna çatanda xəmirin içərisində yuxanın hava olur. O hava çalışaq ki, çox xəmiri yırtmasın ki, yağı üzə çıxmasın. Yenə bunu rulon formasında ikinci kündəmizi də hazırlayıb soyuducuda saxlayıram. Hardasa bir 20 dəqiqə qalandan sonra xəmiri çıxardıb yenidən yayıram. Burada fikir verin, mən nə formada xəmiri yayıram. Yenə yumru yuxa formasında yaymıram. Uzunsov forma verirəm xəmirə. Çalışıram ki, yenə eni eyni bərabərlikdə olsun. Həm aşağı hissə, həm yuxarı hissə, yəni ki, ölçü olaraq eyni olsun. Çox rahat da yaymaq olur. Heç bir əziyyəti zadı yoxdur da. Yəni burada xəmir yayanda ki, narahatçılığı yoxdur. Hətta az-maz undan da istifadə edə bilərsiniz. Xəmiri uzunsov formada yayandan sonra gördüyünüz kimi 4 qat xəmiri qatladım bu formada. Bizim qat-qat xəmirimiz bu formada, yəni ikinci dəfə yayıb qatlayandan sonra hazır olur. İkinci kündəni də eyni qayda ilə gördüyünüz kimi uzunsov formada yayıram və 4 qat həm aşağı tərəf, həm yuxarı tərəfin içəri qatlayıram bu formada. Sonra xəmiri yenidən üz-üzə qatlayıram. Olur 4 qat. Və salam, bizim qat-qat xəmirimiz hazır oldu. Əziz xanımlar, çox gözəl xəmir əldə etdim. İnşallah bəyəndiniz. Siz də bu cür xəmiri hazırlayıb buzluqda saxlaya bilərsiniz. İstədiyiniz şirniyyatları hazırlamaq olar bu xəmirlə. İzlədiyiniz üçün təşəkkür edirəm. Videonu bəyənməyi də unutmayın. Hələlik.